Bismillahirrahmanirrahim. Elə şəxs vardır ki, dünya onun üzünə gülür. Dünya üzünə gülən şəxs barəsində Ali əleyhissalam belə buyurmuşdur. Nə qədər ki, nəsibin və qismətin səni xoşbəxt saxlayır. Yəni, dünya sənə yardır. Eybin gözlərdən gizlin qalar. Buna görə də şahların və böyük adamların çirkinlik və nöqsanları onlar ölənə kimi və ya dünya onlardan üz çevirənə kimi çox olsa da heç deyilmir.